Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizə robotu necə öz MetaTraderizə yükləyəcəksiniz onu göstərmək istəyirəm. YouTube-dakı bu videonun altına link yerləşdirmişəm, Telegram qrupunun linkini. Buradan daxil olursunuz Telegram qrupuna. Telegram qrupunda burada algoritmanın olduğu bölümə keçirsiniz. Bunu yaddaşa verirsiniz. İstədiyiniz notların içərisinə. Sonra burada istifadə təlimat kitabçası vardı. Bunları da yendirin, oxuyun mütləq. Sonra isə buradan hazır parametr şablonlarına keçid edirsiniz. Hazır bu şablonları yendirirsiniz. İndi əlavə mən şablonları yenə yükləyəcəm bura və güncəlləmələr lazım olanda şablonları da güncəlləyəcəm. Siz nə edirsiniz? Buradan bu şablonları da yaddaşa verirsiniz. Bu şəkildə. Sonra MetaTrader proqramınıza keçid edirsiniz. Buradan deməli buradan data bölümünü açırsınız. Dosyalardan dataları açırsınız. MetaTrader'in qurulu olduğu papkanı görürsünüz. GML4 daxil olursunuz. Oradan expansion'a daxil olursunuz. Buradan algoritmanı hansı ki bu papkanın içərisində yazmışdıq. İndi Telegram qrupundan yendirdik. Bunu sürütlüyorsunuz, atırsınız bu papkanın içərisinə. Bu məndə hal-hazırda vardı. Mən bunu burada yapışdırmıram. Sonra algoritmamızı yüklədik. Növbə gəlir algoritmanı grafikə yükləməyə. Buradan yenilə deyirsiniz ki grafik algoritma burada görünsün. Sizdə görünməyəcək. Bunu yeniləyəsiniz ki yeni atdığınız algoritma burada düşsün. Sonra bunu sürütlüyorsunuz, atırsınız ekrana. Algoritmamız bu şəkildə gəlir. Buradan canlı işləmə icazə verirsiniz. Sonra girdilər bölümünə gəlirsiniz. Burada parametrləri siz özünüz hər bir parametri həmin valyuta cütlüyünün xarakterinə görə tənzimləyirsiniz. Amma sizlərin bunu bilmədiyinizi varsayaraq, yəni hələ öyrənməmisiniz algoritmanın işləmə sistemini, onun üçün mən hazır parametrlər verəcəyəm. O parametrlərdən istifadə edin. Telegram qrubundan biz bu parametrlər ki var, parametrlər biz hal-hazırda bunu grafikinə yüklədiyimiz üçün buradan Euro USD H1 bu 1 saatlıq zaman periyodunda time frame'da işləyəcəkdir. Onun üçün 1 saata dik grafikdə işlədəcəyik bunu. Sonra buradakı başlanğıc lotu və güclü trend başlanğıc lotu deyə 2 dənə parametr var. Burada sizin minimum balansınız 50.000 sent və yaxud da 50.000 dollar olmalıdır. Əgər sizin balansınız bunu təmin edirsə, ödəyirsə bu məbləğə. Parametrlərdən bunu 0.1 verirsiniz. 0.01, bunu da 0.02. Yox, 100.000'in üstündədirsə bunu məsələn 0.2, bunu da 0.4 edə bilərsiniz. Sonra bu parametrlərimiz tam hazırdır. Yüklədik hazır parametrləri grafikə. Buradan indi məndə başqa algoritma da işləyir bu tərəfdə deyən. Onun üçün bunu mən aktivləşdirmirəm. Pasiv şəkildə eləyirəm. Ekrana necə yükləyəsiniz onu göstərmək məqsədi ilə. Tamam dediniz. Algoritma ekrana yükləndi. Bu bizə artıq ehtiyac deyil. Bunu da bağlayıram. Baxın, algoritma ekrana yükləndə burada gördüyünüz kimi balaca düşdü. Biraz oxumaq rahat olmur. Bunu nə edirsiniz? Belə olduqda bunu bir səfər buradan minimizə eləyirsiniz. Sonra təzədən plus işarəsini vurursunuz, böyüdürsünüz. Bunu mən özüm avtomatik belə eləmişəm ki, ekrana görə özünü tənzimləsin. Bəzən görürsən, kompüterlər köhnə kompüter və yaxud da notebooklar köhnə notebook olur, ekran çözünürlüyü az olur. Mən burada öz kompüterimin, yəni Full HD-yə görə bunun parametrini vermiş olsam,
Bu sizdə ekrana yerləşməyəcəkdir. Sizdə ekrana yerləşə bilməsi üçün onu o şəkildə etmişəm. Sonra bu artıq bizim algoritmamız hazırdır. Buradan AutoTrade açırıq və algoritma başlayır işləməyə. Bir də burada split'i görürsünüz. Burada split aralığını bir dəqiqə mən bunu bu birisi qrafikdə pasivləşdirim. O birisini də sizə göstərim. Ki bayaq demişdim bunu canlı işləmə bağlayaq. Bunu aktivləşdirirsiniz. Hal-hazırda burada məndə split 0 olduğuna görə burada bu demo hesabda da göstərirəm sizə. Split 0 splitdir, split 0'dır. Onun üçün bu görürsünüz 0 düşür. Əgər sizdə bu qırmızı rəngdə düşmüş olsa, deməli sizin splitiniz çoxdur. O algoritma əməliyyat açmayacaq. Onu necə düzəldirsiniz? Buradan girdilərdən gəlirsiniz. Deməli maksimum split ki var burada. Bu split aralığını 2 yazsaz 20 pipsə qədərdir, pointə qədər. Sizdə əgər deyəlim ki, euro dollar 15 pointdirsə, bunu 17-18 yaza bilərsiniz. Məsələn, qızıldırsa, qızıl brokerə görə dəyişir. Deyəlim ki, 50 pointdirsə sizdə, onda bunu 5 eləyirsiniz ki, 50 pointi o dəstəkləsin. Bu şəkildə split aralığını düzəltdikdən sonra aktiv olacaqdır. Deyələm burada baxın H1 yazıbdı məndə. Gördünüz? Zaman timinə baxırıq. Burada da H1'dir. Bunu mən M30'a keçsəm algoritma avtomatik gələcək, duracaqdır, işləməyəcəkdir. Çünki burada M30'dur. Bu hissədə H1'dir. Onun üçün algoritma işləməyəcəkdir. Buna diqqət eləyin ki, zaman timeları burada neçə yazılıbdırsa, o zaman timini də özüm. Deyəlim ki, yarım saatlıqda işlətmək istəyirsinizsə və yaxud da ki, 4 saatlıqda deyəlim işlətmək istəyirsiniz. Bu zaman bu H1 yazılan bunun üstünə bir səfər vurursunuz, keçir sizin istifadə etdiyiniz zaman time'a. Bu şəkildə algoritmanı öz MetaTrader'inizə yükləyə bilərsiniz.